Qədim təbabətin sirlərindən gələn, illərlə sınaqdan keçmiş və təbiətin gücünü özündə cəmləşdirən unikal bir vasitə ilə tanış olun. Ənənəvi müalicə üsulları bəzən unudulsa da, tarix boyu təbiblərin bal və təbii bitki qarışımlarından istifadə etməsi bu üsulun nə qədər dəyərli olduğunu göstərir. Macunların ən böyük üstünlüyü odur ki, tərkibindəki bitkilər və digər komponentlər üyüdülərək bal ilə qarışdırılır. Yəni onların təbii forması və bütün qiymətli vitamin, mineral, antioksidant tərkibi demək olar ki, dəyişilmədən qalır və birbaşa bədənimizə çatır. Bu macun fərq etməz, istər xəstə olun, istər sağlam, hər kəsin orqanizmini dəstəkləmək üçün istifadə edilə bilər. Təbiətdə bizə bəxş olunan bu qədim sirrin daha dərinliklərinə getməyə hazırsınızmı? Bəs görəsən, onun tərkibində hansı möhtəşəm maddələr gizlənir və hansı xəstəliklərlə mübarizə aparır? Bu inanılmaz faydaları öyrənməzdən əvvəl videonu bəyənərək və kanalımıza abunə olaraq bizə dəstək olmağı unutmayın. İndi isə gəlin bu macunu möcüzəyə çevirən tərkibə nəzər salaq. Bu macunu bu qədər güclü və universal dərman edən əsas sir onun möhtəşəm tərkibindədir. Ud hindi. Qədim şərq təbabətində min illərdir ki, istifadə olunan bu bitki güclü iltihab əleyhinə və mikrob əleyhinə xüsusiyyətlərə malikdir. O, həzm sistemini təmizləməyə, bədəndən zərərli maddələri çıxarmağa kömək edir və immun sistemini dəstəkləyir. Qara zirə. Peyğəmbərimizin də ölümdən başqa hər dərdin dərmanı adlandırdığı qara zirə həqiqətən də möcüzəvi toxumdur. Onun tərkibindəki timokinon kimi aktiv maddələr güclü antioksidant, iltihab əleyhinə, bakteriya və virus əleyhinə təsir göstərir. İmmuniteti inanılmaz gücləndirir, tənəffüs yolları problemləri, astma, bronxit üçün faydalıdır, həzm sistemini tənzimləyir, beyin funksiyalarını dəstəkləyir və hətta potensial xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Propolis. Arıların bitki şirələrindən toplayıb emal etdiyi bu maddə arı pətəyini mikroblardan qoruyan əsl təbii antibiotikdir. Propolis güclü antimikrob, iltihab əleyhinə antioksidant və immunomodulyator, yəni immuniteti tənzimləyici xüsusiyyətlərə malikdir. O, yaraların sağalmasına kömək edir, ağız boşluğu sağlamlığı üçün faydalıdır və bədənin infeksiyalara qarşı müqavimətini artırır. Bal. Təkcə şirin dadı ilə deyil, özü də şəfa qaynağıdır. Bal antibakteriyal, antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Boğaz ağrısını yumşaldır, həzmi yaxşılaşdırır və ən əsası macunun tərkibindəki digər qiymətli maddələrin orqanizm tərəfindən daha yaxşı sorulmasına kömək edən əla bir daşıyıcıdır. Bu şəfa macununu hazırlamaq çox sadədir. 100 qram ud hindi, 80 qram qara zirə, 40 qram propolis, 1 kiloqram bal. Balın təbii və keyfiyyətli olması vacibdir. Hazırlanması isə belədir. Əvvəlcə propolisi bir gün soyuducunun buzxanasında saxlayın ki, tam bərkisin, sonra onu süzgəcdən keçirin. Ud hindi və qara zirəni də toz halına gətirin. Bütün bu toz halına salınmış komponentləri 1 kiloqram balın üzərinə əlavə edin və tamamilə yeni tərkibli bir kütlə alınana qədər çox yaxşı qarışdırın. Hazır macunu şüşə bankaya yığıb ağzını möhkəm bağlayaraq sərin və qaranlıq yerdə saxlayın. Əgər macunun dadı sizə bir az-azı gəlsə, zövqə görə əlavə bal qata bilərsiniz. Bu, macunun keyfiyyətinə xələl gətirməz. İstifadə qaydası isə belədir. Böyüklər gündə 3 dəfə, hər dəfə yeməkdən təxminən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edirlər. Uşaqlar isə gündə 3 dəfə, hər dəfə yeməkdən təxminən 30 dəqiqə əvvəl yarım çay qaşığı istifadə edə bilərlər. Gördüyünüz kimi, bu möhtəşəm komponentlər bir araya gələrək orqanizm üçün çox güclü bir dəstək formalaşdırır. Bu macundan davamlı istifadə zamanı immunitetiniz inanılmaz dərəcədə güclənir, bədəniniz xəstəliklərə qarşı dözümlü olur. Sinir sistemindən tutmuş iltihabi proseslərə qədər geniş spektrdə faydalıdır. Macunu sinir pozulmalarında, müxtəlif iltihabi xəstəliklərdə, o cümlədən vərəmdə, pnevmoniyada, bronxitdə, böyrək iltihablarında, həmçinin tez-tez xəstələnən, tez-tez boğazı ağrıyan şəxslərdə istifadə edə bilərsiniz. Beyin fəaliyyəti üçün də əvəzsizdir. Görmə zəifliyində, beyin qan dövranı pozulmalarında, yaddaşsızlıqda, diqqətsizlikdə, skleroz xəstəliyində də faydalı təsir göstərir. Revmatizmin bütün növlərində və daha neçə xəstəliklərdə də bu macun köməyə çatır. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu macun başdan başa güclü antioksidantlarla zəngindir. Antioksidantlar bədənimizdəki zərərli, sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyur. Bu səbəbdən də macunun xərçəng xəstəliyinin həm müalicəsinə dəstək olmaq, həm də bu xəstəliyə tutulma riskini azaltmaq üçün istifadə edilməsi potensial faydalar sırasındadır.
Bu təbii macun orqanizminizi gücləndirmək, bir çox xəstəliklərlə mübarizə aparmaq və ümumi sağlamlığınızı qorumaq üçün əla bir dəstək ola bilər. Təbiətdə bizə bəxş olunan bu möcüzəvi qarışımdan faydalanmağa dəyər. Beləcə, qədim təbabətin bu güclü macununun sirlərini, tərkibini və saysız faydalarını öyrəndik. Ümid edirəm ki, bu video sizin üçün çox dəyərli oldu və sağlamlığınız üçün yeni qapılar açdı. Əgər video xoşunuza gəldisə və gələcəkdə də belə təbii şəfa qaynaqları haqqında daha çox bilmək istəyirsinizsə, videonu bəyənməyi, kanalımıza abunə olmağı və yeni videolardan ilk xəbər tutmaq üçün bildiriş zəngini aktivləşdirməyi unutmayın. Sağlıqla qalın, sağlam qalın.